həyatdan mənimkini gətirmədi. Ömrünün son illərini belə yaşadı. Ofeliyanın adı çəkiləndə hər dəfə gözləri dolurdu. Belə olmayaydı. Axı niyə biz bir-birimizin qədrini bilmədik? Ətrafdakılar isə təəccüblə baxırdılar. Axı onlar ayrılmışdılar. Siyavuş Aslan mümkünsüz olsa da çox istəyirdi ki, hər şey yenidən başlasın. Zaman isə çox qəddardır. Heç vaxt ikinci şansı vermir. Onların böyük məhəbbətindən geridə ancaq peşmançılıq qaldı. Ömürlərinin son dönəmlərində ilişib qalmayaq. Xəyalən də olsa geriyə, onların hələ xoşbəxt olduğu illərə dönək. Məhəmməd ağayı, anam ana xanım, o da ayrı mehriban adam idi. Pul, sonra vəzifə, elə şeylər bilməzlər. Can deyib can işlərlər. Siyavuş Aslan kasıb, ancaq mehriban bir ailədə dünyaya göz açmışdı. Ofeliya isə dövrünün böyük sənətkarlarından olan Rıza Əfqanlının qızı idi. Elə anası Tahirə xanım da aktrisa idi. Onlar Qubada tanış olublar. Əskərlikdən dönən Siyavuşu Quba teatrına göndərirlər. Ofeliya isə teatrda işləyən anasının yanına gedib gəlirmiş. Ara sıra rejissorlar ona da rol verirmiş. Oradalar bizim nətər məhəbbətimiz balaca başlandı. Anası mənə vermək istəmədi, qaçırtdı qızı şəhərə, getsin, artisti qız verməyə. Özü artistdir, neçə illə artistdir. Bir də mən başı çəkmişdi artistlərdən. Qızımı deyir artistlərə verməyə. Heç Siyavuşun ailəsi də onların evlənməsinə razı değildi. Dediyindən heç vaxt dönməyən Siyavuş burada da inad göstərir. Ya Ofeliya, ya da heç kim. Hələ təzə-təzə tanınsalar da, kasıbçılıqla güzaranlarını yola versələr də, qəlbləri sevgi ilə doluydu. Onların toyundan yaddaşlarda hələ də bir xatirə qalıb. Bəy paltarı giyməyə Siyavuşun paltarı olmayıb. Gəlib Şəmsi müəllimin yanına. Şəmsi müəllimə deyib teatrın kostyum sexindən buna kostyum seçiblər, giyinib. Bu ər-arvad bir-birinə çox yaraşırdılar. Həm boyları, həm sifətləri, deyir o ərlə arvadın torpağı bir yerdən götürülüb. Burada bir həqiqət vardı bunların ailəsində. Siyavuş Aslan nə vaxtsa deyib ki, Ofeliya məni çox istəyirdi. Mən bir otaqdan o biri otağa keçəndə darıxırdı. Ömürlərinin ən gözəl illəri məhz bu dönəmdədir. 2 övladları olur. Tək həyatda yox, elə səhnədə də yoldaşlıq edirlər. Və çoxları Baliyə həsədlə baxır. Hər ikisi musiqili komediya teatrının səhnəsində xarakterik obrazlarla tanınırlar, sevilirlər. Deyəsən axı subay olan sənsən. Hardan dedin? Sənsə gəl tanış olaq. Söz subay olmağına subayam. Amma çoxdanın kişisiyəm. Geç öyle göre işin geçine mani olma. Hiç- Ne aşka subay olan kimdi? Çağır gelsin baktım yok her gün. Kişi olmaz. Demək olar. Hər ikisi Azərbaycan xalqının çox gözəl sənətçiləri idi. Onların ikisinin bir yerdə Prikrostik tamaşasında onu Gusman qoymuşdu, səhv etmirəmsə. Elə gözəl yaraşıq oynayırdılar. Ondan sonra televiziya tamaşalarında, səhər görüşlərində. Siyavuşun 3 dənə rolunu yan-bayan qoyun. Görəcəksiniz, üçü də ayrı-ayrıdır. Siyavuş təkdir. Amma oynadığı obrazlar, nə qədər obrazlar, yəni onlar ayrı-ayrıdır. Xarakter cəhətdən ayrıdır. O ürək başqa ürəkdir. Orada cizgilər başqadır. Orada nə bilim, o xarakterin daxili, yəni aləmi başqadır. Və bunu oynayan kimdir, yaradan kimdir, yaşayan kimdir? Siyavuş. Siyavuş Aslan o obrazlarını yaşayıb.
De görüm ne vakit medeni olacaksan. Ne olup yoldaş komendant? Götür. Neyi götürüp? Bunu papirosu. Siyavuş Aslan tək sənəti ilə yox, həm də insanlığı ilə rəğbət qazanırdı. Sadə ailədən çıxan sənətkar sənət dostlarının dərdinə, problemlərinə heç vaxt biganə qalmırdı. İnsanlara münasibəti çox yaxşı idi. Siyavuş heç kəsə pislik eləyə biləcək bir insan deyildi. Siyavuş Aslan böyük sənətkar olmağı ilə bərabər böyük insan idi. O yaxşılıq eləməyi bacarırdı. Bir çox aktyorların problemləri var idi məsələn. Hamısı Siyavuş müəllim həll edirdi. Qalxdırdı qabağına, dedi gedək. Gedək həll edeyim onu, gedək yerinə qoyum, yola qoyum onu. Və yəni o dərəcə kömək edirdi. Mənə o qədər kömək olub ki, o aktyor mənə çox kömək olubdu. Mənə dedi ki, Emma sən dərdini məndən gizlətmə, sən mənim bacımsan. Allah Qəzənfər Topçevdə rəhmət eləsin. Onun Siyavuş haqqında bir gözəl sözü var idi. Deyirdi, Siyavuş Aslan, Rusça, biraz Rus yazısı idi, teatrın direktoridir. Deyirdi, Siyavuş Aslan это большой mальчик. Həqiqətən Siyavuşda o qədər uşaqlığı var idi. Çünki ürəyi o qədər onun rəhimli, təmiz, belə necə deyim, bir söz xətrinə deyən kimi o ağlayırdı da. Hərdən ağlayırdı. Hə, olmuşam. Hərdən ağlayır. Ki, bu niyə belə oldu? Ne üçün mən beləyəm bəyəm? Ne üçün mənim haqqımda filan? Ne üçün? Siyavuş Aslanla bağlı xalq arasında çox əhvalatlar danışırlar. Deyilənə görə günlərin biri necə olursa taksiyə əyləşir. Taksi sürücüsü də yol hərəkəti qaydasını pozduğuna görə sürücülük vəsiqəsinin əlindən alınmasından gileylənir. Sənətkar bir də yolda qaydanı pozma deyərək tanımadığı, ömründə birinci dəfə gördüyü taksi sürücüsünün vəsiqəsini alıb özünə qaytarır. Siyavuş Aslan səhnədən fərqli olaraq həyatda dəyişməz xarakterə malik idi. Siyavuşda mərdlik var idi. Siyavuş özündən tez çıxırdı. Əsəbi idi. Daxili əsəbi idi, daxili. Bir söz o düz olmayanda bu əsəbləşirdi. O haqqı çox sevirdi. Haqqı çox sevirdi. Və bu adamda mən neçə illər mən rəhmətli ilə tərəf müqabil olmuşam, dublör də olmuşam. Gastrollara da getmişəm. Onunla oturub çörək də kəsmişik. Onun hər, yəni ki, demək olar ki, gündə mənə zəng edirdi. Mən ona zəng edirdim, o mənə zəng edirdi. Hərdən görürsən ki, sözümüz çəp gəlirdi. Gedib evdə otururdu, analiz edirdi. Gördü mən düz deyirəm. Sən deyirdi, yaxşı da sən deyirdi. Olmadı ki, ürəyimi alırdı ki, hə, qutardı da, küsmək olmaz. Biz indi Türkiyəyə qastrola gedirik. Siyavuş nədənsə narazıdır. Küsür. Həsən Turabov o yanına keçir, bu yanına keçir. Hər şey yaxşı, sən deyən olsun. Hamı yavaş-yavaş qaldı ki, bu getməsə biz neyniyəcək? Biz bu tamaşanın əsərdə oynayır, eləyir. İndi səhər saat 6-da hamı gəlib, indi minməliyik avtobusa, biz getməliyik. İrandan keçib gedəcəyik. Bax, bunu qədər deyirəm. O günü bir gün qabaq elə danışdı ki, elə bilik Siyavuş qastrolu getməyəcək. Sabah 6-da biz gələndə hamı belə mat qaldı. Siyavuş artıq çamadanını yerləşdirib, qabaqda da yerində oturub. Çox hövsələsiz idi, tez özündən çıxan idi. Bilirsiniz, partlaya bilərdi, birdən nə gəldi deyə bilərdi, amma bəlkə də 10 dəqiqədən sonra peşman olurdu. Elə ona görə də bəziləri indinin özündə də Siyavuşun həyatda sərt mövqeyə malik insan olduğunu iddia edir. Bu insan üçün orta hədd yox idi. O kiməsə ya dost idi, ya da dost değildi. Üçüncü hal ola bilməzdi. Salam Yeznə. Hoş gəlmisən. Özün üçün düzəldirsən? İnşallah hamımızın yeri oradadır. Yaxşı, yaxşı, bəl-bəl danışma. Xeyr söyləməzi dedilər, xeyr söylə.
Dedi belki gittim qayıtmadım. Və onlara sənətkar xoşbəxtliyi yaşadan sənət aləmi həyatlarına dediqodu, münasibətlərinə bir soyuqluq gətirdi. Teatr aləmi bizim sevgimizə düşmən kəsildi. Heç cür Ofeliyanı unuda bilmirəm. Gərək o mənimlə belə etməyəydi, məndən ayrılmayaydı. Siyavuş Aslan sonradan olanları xatırlayarkən belə deyirdi. O bu ehtirafı yaşının axıl çağı, Ofeliyasız günlərində dilə gətirmişdi. O vaxtsa hər şeyi təmkinlə həll edən ailənin sakitliyi pozulmuşdu. Siyavuş Aslanın bir böyük səhvi olmuşdu. Səhvi olmuşdu. O teatrda çalışan bir aktrisayla yaxınlıq eləmişdi. Bunu da Ofeliya bilmişdi. Çünki o aktris ilə Ofeliya səhniyə çıxırdı. Fərə bu qabili idi. O qısqanclıq zəminində, bəli. Onların o məsələ şişdi, məsələ böyüdü. Bunlar boşanmaq həddinə gəlib çatdılar. Və ondan sonra da Ofeliya xanım tərəfindən o bağışlanmadı. O aktrisa ki, Allah rəhmət eləsin, hamısı dünyasını dəyişib. Bizdə belə deyə torpaqları xəbər aparmasın. Amma gərək etməyəydi bunu. O ailəyə zərbəni gərək vurmayaydı. Bəzən yerli, bəzənsə yersiz qısqanclıq səhnələri onları getdikcə bir-birindən ayrı salırdı. Bir gündə bir müğənni qadın haqqında onun söhbəti çıxdı. Ki, güya Siyavuş indi artıq onunla yaşayır, ya neyniyir. Mən Kübra kimi bunu görmədim. Hiss etmədim. Və bir günləri nişanlılı qız tamaşasını Akademik Milli Dram Teatrında məşqinə gedirdi. Mən o vaxt jubilim vardı, jubilimdə Siyavuşu aparıram. Durmadan sual verdim ona. Ki, Siyavuş, bu söz söhbət niyə çıxdı? Çünki o hadisəyə görə peşman olduğunu bir kere mənə demişdi. Dedik, əgər desələr ki, Siyavuş Kübra ilə görüşür, mən deyərəm ki, sənin maşında gedirəm də gördülər bizi. Amma inan Allaha, atamın görə haqqı. Mən o insanı bəlkə Aqanyokda zadda bəlkə salam verib keçib, mən elə bir şey yoxdur. Sevgi ilə o nifrətin arasında bir kiprik oynaması gibi bir şeydir. Bir göz kırpımında o sevgi nifrətə çevrilir. Bu hayatta həmişə belə olub. Həyat sübut edir bunu. En çok sevdiğin adama da en çok nifret edirsən. Bak, onların arasında o sevgi o kadar güclüydü ki ve onların nifrəti de o güclü oldu. O qısqanclıqdan belə oldu. Hər ikisinin sənət aləmində olmağı bəlkə də bu ailənin dağılmasına təkan verdi. Birisi bəlkə də Ofeliya xanım bilirdi. Kim dediqodunu yaradırdı, kim eləyirdi, kim dalcıdı. Ofeliya xanım heç o ad çəkməyib. Bunlarda sir deyilən söz yox idi. Sir, yani deyilən şey yox idi. Bunlar Siyavuşda yani her şey aşkardaydı. Yani o ne olurdu, o bakmırdı, burada olar demeyi, olmaz demeyi. Yani bu aile mesela o deyirdi. Yani o da onun ürəyinin təmizliyindən gəlirdi. Deyim, Ofeliya pis baxırdı? Hayır. Hər qadının arzusudur. O zaman belə bir şeylər, bu cür kürklər, dəri libaslar əl altından satılırdı. Orada bir dənə təsəvvür gətirin ki, rubl idi də o vaxt, manat, Rus manatında, Rusun devri idi. 1300 rublə, manata bir mexli bir belə dəri palto gördü Ofeliya xanım. Ofeliya xanım biz qonaq evində qalırdıq. Gəldi, belə keçdi, heç belə müraciətlə də yox ha. Mən dedi orada bir palto görmüşəm, çox xoşuma gəlib. Bax, belə bir ailə idi. Siyavuşun üzünə baxmadan bunu dedi, getdi. Siyavuş bir saatdan sonra bir kağızda bükülü Ofeliya xanım o paltonu gətirdi. Bu sənət məbədinin kulisarxası həyatı bu iki sənətkara səhnədən fərqli olaraq həyatda öz rollarını oynamağa imkan vermədi. Onlar bu səhnədə çox taleləri yaşadılar.
sevdilər, sevildilər. Ancaq öz həyatlarının bəxtsiz oyunçularına çevrildilər.